One Day filmini çoxunuz izləmişsiniz yəqin ki, ya da əsərini oxumusunuz. Bugün istəyirəm bu filmin xarakterlərinin numeroloji analizini, fərqindəlik yaratmağa çalışaq. Başlayaq Anne Hathaway'in canlandırdığı Emma xarakterindən. İki enerjisini daşıyan, mənfidə olan bir xarakterdir. İki enerjisi çox duygusal, çox fədakar, qayğıkeş enerjide olur. İki nədir? Harmoniyadır. Qarşılıqlı münasibətlərdir, empatiyadır, anlayışdır, duygusal fədakarlıqdır. Mənfisini, kölgə tərəfini yaşayan insanlar adətən aşırı dərəcədə fədakar olurlar, qurban psixologiyasında olurlar, münasibətin pozulmaması üçün, itirməmək üçün hər şey eləməyə hazır olurlar. Emma xarakteri kimi və özünü arxa plana atır hər zaman, hisslərini ifadə eləməkdə çox çətinlik çəkir, qorxuları olur, özünü başqasının gözündən dəyərləndirir, özünü yetərsiz görür. Tekstlər isə birə-bir üç enerjisini daşıyan bir kişi prototipidir. Cazibədar olurlar, həddindən artıq sosial olurlar. Bu insanlar çox ünsiyyətçil olurlar. Əgər mühitdə ətrafında çox adam olan birini görürsünüzsə, əmin olun ki, o insanların üç enerjisi həddindən artıq aktivdir. Sürətli duyğu dəyişimləri olur onların. Çox əyləncəli olurlar, həyəcanlı olurlar. Söhbətləri çox xoş olur, çox yaradıcı olurlar. Digər tərəfdə məsuliyyətsiz olurlar, çox açıq sözlü olurlar. Bu iki enerjinin birləşimi isə nə gətirir? İki qadını münasibətdən güvən istəyər, sabitlik istəyər, duyğusal bitkinlik, tamlıq gözləyər, qayğı istəyər, sədaqət istəyər. Üç, hər şey səthdə yaşayır. Dərinlik onun üçün sıxıcıdır, azadlığına həddindən artıq düşkündür və məsuliyyəti yoxdur, məsuliyyətsiz olurlar bu insanlar. Açıq və kəskin dilli olurlar. Aşda o şirin tanışdıq, zamanla tərəflər arasında uçuruma apara bilər. Əgər bir-biri üçün qarşılıqlı fədakarlıq eləyə bilməzlərsə, bu münasibət get-gəlli münasibət olar. Güvənli sevgi istəyər və bunun etirafını istəyər. Üç isə heç vaxt bu etirafı eləyəcək bir insan deyil, ola bilməz. Bu demək deyil ki, o sevmir. Sadəcə onun xüsusiyyəti belədir ki, o daha səthi yaşayır həyatı, daha rahat yaşayır və onun üçün dərinlikləri, dərin mövzuları, dərin hissləri ifadə eləmək azadlığının və sıxılması, sərhədlənməsi mənasına gəldiyinə görə bu kimi şeylərdən qaçar. Ən azından dilə gətirməkdən qaçar.